Ağlıma da gəlməzdi ki, çox asan üsulla dadlı Napolyon olurmuş. Öyrəşmişəm hər reseptin çətininə. Kərə yağını una bulaya-bulaya sürtkəcin iri gözündən keçirdirəm. Çalışın prosesi tez eləyəsiz ki, yağ əriməsin, bərk qalsın. Buz kimi suya duz, sirkə, yumurta qatıb xəmir yoğururam. Yoğurmaq deyəndə ki, gözünü bir yerə yığıram. Yenə də diqqət edin ki, yağ xəmirə qarışmasın. Soyuducuda dincəldib iri yuxalar formasında yayıb çəngəllə deşirəm. 140-150 dərəcəli sobada alt üst rejimdə bişirirəm. Daha əvvəl fransız texnikası ilə milföy tortu paylaşmışdım. Bu isə Rus versiyası əsl Napolyon tortudur. İndi baxın necə dadlı və asan krem deyəcəm sizə. Bütün dəqiq qramları videonun mətnində yazmışam. Təxmini 3 kilo tort alınır. Bişmiş krem hazırlayıb kərə yağı qatıram. Mascarpone pendirini şəkər pudrası ilə açıb az-az bişmiş kremə qatıb qarışdırıram. Vəssalam, hazırdır. Mən qısa yolla getdim. 4 gündə eləyib soban böyük olduğuna görə bir dəfəlik bişirdim. Siz 8 gündə eləyib tək-tək də bişirə bilərsiniz. Üzərinə səpdiyim ovuntunu əvvəlcədən ayırıb başlayıram tortu yığmağa. Bu qızılı qatlarla belə kremin kombinasiyasını ancaq yeyəndə başa düşür insan. Əgər günlərlə qalıb xırçıltılı qalmasını istəyirsinizsə, yağlı kremdən eləyin. Bişmiş kremdə nəm faizi çox olduğuna görə qaldıqca yumşalır. Mən şəxsən səhərə qalıb pambıq kimi yumşaq olanda sevirəm bu tortu. Bəs siz necə sevirsiniz? Ağızda əriyən pambıq kimi yup-yumuşaq, yoxsa qat-qat xırçıltılı Napolyon?